Deməli, sizlərə burada əməliyyat modulundan danışmaq istəyirəm. Burada gördüyünüz kimi bugün əməliyyat modulu haqqında sizə məlumat verəcəm. Əməliyyatlar burada baş verir. Yəni, buradan kassaya istədiyiniz xərclərin çıxarılması, depozitin qoyulması və qıraqdan gələn gəlirlər hamısını burada əlavə edirsiniz. Yeni əməliyyat yarat düyməsinə basırsınız və burada avtomatik olaraq əməliyyatın növü çıxır. Əgər gəlirdisə, burada təyinatı ortaya çıxarmalıdır ki, hansı kassaya pul gələcək, qıraqdan gəlir. Əgər xərcdirsə, burada hansı kassadan çıxdığı bildirilməlidir ki, hansı kassadan çıxır. Əgər köçürmədirsə, iki kassa yerdə açılır gördüyünüz kimi. Misal üçün, bir kassada olan pulu, deyək ki, kartımızda olan pulu transfer edirik NAT kassamıza. Onda da bu təyinatı izləmək baxımından əməliyyatı burada yerinə yetirmək lazımdır. Burada gördüyünüz kimi xərc təyin etdiyimiz zaman deyək ki, həmin xərcimizi biz nəqd olan kassamızdan arendaya pulu ödəyirik. Kassa nağdı bastığımız zaman kateqoriya bölməsindən arendaya çıxır və burada məbləğ təyin edirik ki, misal üçün 100 manat arendaya görə pul ödənib. Yadda saxlaya basırıq, artıq bura xərc düşür. Həmçinin transaksiyalar bölməsindən gördüyünüz kimi qırmızı formatında 100 manat xərci qeyd olunduğunu görə bilərsiniz. Həmin kateqoriyalarda buradan görürsünüz, xərclər üçün yaradılmış kateqoriyalar. Yeni kateqoriyalarda buradan yaranır. İstədiyiniz növ adını daxil edib, onun əməliyyatını təyin edib kateqoriya yarada bilirsiniz. Misal üçün, burada qoyaq depo, misal üçün, nə xərc qoyaq burada? Təyin edək ki, usta xərci. Usta xərci qeyd edirik. Növünü edirik bunun xərc. Yadda saxladığımız zaman gördüyünüz kimi bizim yeni xərc yerimiz buradan əmələ gəlmiş olur. Əməliyyat hissələrimiz də bundan ibarətdir.